Sabahınız xeyir. Sizin də sabahınız xeyir. Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam. Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtınız olacaq. Mən də ümid edirəm. Ölkəniz gözəldir. Mən Formula 1-i sevirəm. Zaha Hadidin memarlıq üslubunu sevirəm. Kinoları sevirəm. Siz paytaxtınızı müasirləşdirməkdə gözəl iş görürsünüz. Təşəkkür edirəm. Mən sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrinizlə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüatı ilə və səlis izah edirsiniz. Mən kifayət qədər açıq, qısa və mahiyyət üzrə suallar verməliyəm ki, onlara mümkün qədər çox cavab ala bilək. Mən tamamilə anlayıram ki, bunlar 100 illər bundan öncəyə təsadüf edən mürəkkəb məsələlərdir. Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə görə baş verdiyini və bizim gələcəkdə nələri görmək istəyimizi izah etməyə çalışacağam. Çox gözəl. Biz bunda çox maraqlıyıq. Bir çox məlumatlara görə sentyabrın 27-sində müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi. Müəyyən növ diplomatik çərçivə var idi. İnsanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə siz indi hərəkətə keçməyə qərar verdiniz? Sentyabrın 27-sində döyüşlərə başlayan Azərbaycan olmamışdı. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-sində hücuma keçən Ermənistan olmuşdu və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-sində onlar ağır silahlardan artilleriya ilə bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdu. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdü və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdı. Beləliklə, bu hücuma başlayan Ermənistan idi. Biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdu və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik. Lakin kimin atəşi birinci açmasından asılı olmayaraq hər iki tərəf bu dövrdə dərhal döyüşə başladı. Sonra siz dediniz ki, bu ərazidən erməni qüvvələrini çıxarmaq istəyirsiniz və bu münaqişəni həll etmək üçün yeganə cavab ola bilər. Sentyabrın 27-sinə qədər olan aylarda Azərbaycanda gedən müharibə haqqında çoxlu söhbətlər gəzirdi. Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız. Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə açıq şəkildə Ermənistandan tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdi. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur. Cənab Prezident, hüquqi müstəbi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980 və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz ora daxil olsanız, yenə də erməniləri çıxarıb Azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var. Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında 7 rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi? Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz doğru deyil. Çünki vasitəçilər tərəfindən Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmuyub.
Bu qədər. Sülh planında təklif var idi ki, Muxtariyyət, xeyr, əsla. Sülh planında təklif bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən, işğal olunmuş bütün ərazilərin, bu o ərazilərdir ki, orada Azərbaycanlılar yaşamışdı və 700 mindən çox Azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdı. Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və Azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün Azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdu. Müharibədən əvvəl orada 40 min Azərbaycanlı var idi. Dağlıq Qarabağ ətrafında olan 7 rayondan bütün Azərbaycanlılar 700 min nəfər qovulmuşdu. Mənim dediyim, Cənab Prezident, 1994-cü ildə siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə siz qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz. biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdu. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi. Ermənistan da bundan sui-istifadə etdi. Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi. İkincisi, bu Ermənistana açıq xarici dəstək üzündən baş vermişdi. Biz müharibəyə başlamamışıq. Biz sadəcə cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi hər bir ölkənin özünü müdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan erməni xalqı bizim vətəndaşlarımızdır. Biz onların qeydinə qalacaq. Onlar ora qayıdacaq, Azərbaycanlılarla yanaşı ləyaqət sülh içində yaşayacaqlar. Cənab Prezident, nəyə görə siz qeyd etdiyiniz kimi BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO'nun çağırışlarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çağırışlara niyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz? Mən bilirəm ki, bugün dövlət katibi Pompeo da cəsədlərin, yaralıların mübadiləsi üçün atəşkəs tələb edəcəkdir. İndi atəşkəs üçün yaxşı vaxt deyilmi? Biz atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər Nazirimiz, Ermənistanın Xarici İşlər Naziri və Rusiyanın Xarici İşlər Naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə ikinci ballistik hücum oldu və 15 insan qətlə yetirildi. Beləliklə Ermənistan... Lakin siz də atəşkəsi pozmusunuz. Xeyr, biz sadəcə cavab verdik. Çünki biz atəşkəs barədə 2 dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız 2 dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur. İcazənizlə belə bir sual verim. Bugün dövlət katibi sizin Xarici İşlər Nazirinizə sual versə ki, siz həqiqətən də atəşkəsi istəyirsiniz. Daha bir cəhd istəyirsiniz. Siz daha bir cəhd edərsiniz. Bəli, biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bugün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin eyni zamanda Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. 2 gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Bununla bağlı müəyyən şərtlər olmalıdır. Siz heç bir əlavə şərtsiz atəşkəsə sadiq olarsınızmı? Biz atəşkəs istəyirik. Biz torpaqlarımızın qaytarılmasını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o bunu demir. Cənab Prezident, siz ordunuzun hədsiz dərəcədə mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı ittihamlara necə cavab verərdiniz? Hətta sizin yüksək texnologiyalı silahlarınızla çox mühüm bir kilsə də vurulub. Son həftələrdə minlərlə adam ölüb və ya yaralanıb. Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərində qarşı onlarla adamın həlak olduğu, ballistik raketlərlə törətdiyi
amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə baş verənlər ya səhv olub, mən artıq buna açıq şəkildə münasibət bildirmişəm, ya da bu bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilir. Lakin cənab prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük. Orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir. Hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir. Mülki şəxslərin yaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf adlandıra bilməzsiniz. Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim ora hücumlarımız yalnız oktyabrın 9-undan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərlərə hücum etməmişik, lakin onlar hücum edib. Siz onların Gəncədə etdiklərinin şəkillərini görmüsünüzmü? İcazə verin, aydınlıq gətirim. Siz sentyabrın 27-sindən oktyabrın 9-na dək mülki şəxslərə hədəf alırdınız. Xeyr, biz Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəf alırdıq. Çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir. Sizin Türkiyə istehsalı olan dronlarınız, İsrail istehsalı olan hərbi avadanlığınız, Rusiya istehsalı olan yüksək texnologiyalı avadanlığınız var. Necə ola bilər ki, siz bundan istifadə edirsiniz və eyni zamanda mülki şəxsləri vurmursunuz? Xeyr, bizim dronlarımız, bu şəkillərin çoxu internetdə var. Baxa bilərsiniz, Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edir. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu yanlış məlumatdır. Gəlin əsgərlər, döyüşdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin New York Times-ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə Suriyalı silahlı sizin müharibədə döyüşür. Niyə sizin müharibədə Azərbaycanda Türkiyənin dəstəklədiyi Suriyalı silahlılar döyüşür? Bu daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa yeri gəlmişkən açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb. İndiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmuyub. Dəlil New York Times-dadır. Sizi 5 gün əvvəlki məqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 Suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn oldu. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər. Siz Prezident Trump'ın New York Times'ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız. Feyk xəbərlər, bu feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin. Maraqlıdır ki, sizin 100 min əskəriniz var. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır? Bəli, tamamilə Sual doğrudur. olur, niyə? Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əskər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əskər cəlb edə bilərik. Üstəgəl müasir avadanlıq. Bizim heç bir muzluya əsla ehtiyacımız yoxdur. Bu sadəcə ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əskərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir. Cənab Prezident, gəlin bunun zamanı məsələsinə qayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyə toqquşmalar görürük? Sizin hökumətinizi, prezident olaraq sizi tənqid edənlər deyirlər ki, siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, Covid-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz. Siz sadəcə ola bilsin ki, bundan bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz.
Xeyr, bu tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. 10 ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4%-dən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7%-dir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5%-dir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. Covid-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək, maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir, iqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-bastır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqətini yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, 2 sabiq prezidenti təqib edir. Lakin cənab prezident, biz bilirik ki, sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var. Xüsusilə korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu ictimaiyyətinizin ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqəti yayındırmaq üçün deyil. Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm. Orada mühüm vəzifələri ata və oğul tutmuşdur. Bush ailəsi, Clinton ailəsi, ər və arvad, Kennedy ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu Amerika Birləşmiş Ştatlarında da baş verənlərdən fərqlənmir. Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər. Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Bush. Siz Amerika siyasətini bilirsiniz, cənab prezident. Bilirəm, mən hazırlıqlı adamam. Gəlin indi Amerikaya keçək. Siz bugün və gələcəkdə dövlət katibi Pompeo'nun nə etməyini görmək istəyərdinizmi? Dövlət katibi Pompeo və Amerika ilə bağlı bəzi tənqidlər səsləndirilib ki, onlar kifayət qədər bu məsələ ilə məşğul olmayıblar. Bilirəm ki, Rusiya kifayət şəkildə cəlb olunub. Türkiyə müxtəlif yollarla cəlb olunub. Hətta İran yardım təklif edir. Amerika kifayət qədər iş görübmü? Siz Amerikanın daha çox iş görməsini görmək istəyərdinizmi? Siz rəsmi Vaşinqtonun nə etməyini istəyərdiniz? Düşünürəm ki, ABŞ Minsk qrupunun 3 həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu mənim nə istədiyimə ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ Amerika Birləşmiş Ştatları və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Mən dövlət katibi Pompeo'dan nə gözləyə bilərəm? Birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, diplomatik həll yoxdur kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistan baş nazirinin Qarabağ Ermənistandır kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəl verməlidirlər. Onlar ermənilərlə Azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgə yaşayışa razılıq verməlidirlər və münaqişəni beynəlmiləşdirmək cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyə xahiş etmək olur. Bu çox təhlükəlidir. Bu məsələ ilə bağlı dövlət katibi Pompeo'nun tənqidi fikirləri var. O açıq şəkildə deyir ki, sözsüz ki, Amerika və Türkiyənin bir çox sahələrdə ortaq maraqları var. O deyir ki, Türkiyənin sizin səylərinizi dəstəkləməyə problemə səbəb olur. Məsələni daha da alovlandırır. Sizin buna münasibətiniz necədir?
Türkiyə Azərbaycana siyasi dəstək verir. O bizim ən yaxın müttəfiqimiz və dostumuzdur və biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var. Ancaq Türkiyə müharibəyə çağırış edir. Türkiyə deyir ki, hərbi yol lazımdır. Xeyr, qətiyyən. Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Bu ola bilsin ki, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır. Bir müddət əvvəl sizinlə söhbət edərkən mühüm bir fikir irəli sürmüşdünüz. Dövlət katibi Pompeo ilə müzakirələrinizə demişdiniz ki, diplomatik həll var. Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı? Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim? Azərbaycan ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar və sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan Beləliklə ibarətdir. siz deyirsiniz ki, diplomatik həll üzərində hərbi həll elementi var. Mən dedim, arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışıqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də substantiv danışıqlara bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, substantiv danışıqlara nə qədər tez başlasaq, həll yolu bir o qədər də tez tapılar və həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır. Ölkənizin regionun hüdudlarından kənarda olan bəzilərinin narahatlıqları var. Bəlkə də bu sizi də narahat etməlidir ki, mövcud hüdudda olan münaqişə regional problemə çevrilə bilər. Türkiyənin real maraqları var, Rusiyanın real maraqları var, İranın real maraqları var. Siz həm iqtisadi, həm də siyasi cəhətdən nüfuzu olan bir ölkə kimi başlamasına rəvac verdiyiniz bu regional burulğanda mövqeyinizin itirilməsini riskə atmırsınızmı? Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazəyə mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Və biz münaqişə genişlənsin deyə, münaqişənin hər hansı formada beynəlləşdirilməsinin tamamilə əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Qeyd etdiyim kimi onlar Rusiyadan münaqişə bölgəsinə hərbiçilər göndərməyə xahiş etdilər. Bu tamamilə səmərəsiz və beynəlxalq hüquqa tamamilə ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik. Lakin Ermənistanda artıq Rusiyanın hərbi bazası var. Bu qeyri-qanuni deyil. Bəli, o Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar Ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Və biz bu barədə bilirik. Ona görə də bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar. Kömək etmək istəyənlər və mandatı olanlar, ATƏT-in Minsk qrupunun əmsədrləri Ermənistanı inandırmalıdırlar ki, ümidvaram ki, bu gün Vaşinqtonda bu baş verəcək. Təcavüzə son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün. Onlar bunu etmirlər. Körfəz müharibəsi zamanı belə bir fikir var idi ki, bütün bunlar neftə görədir. Döyüş bölgəsinin hardasa 50-60 mil yaxınlığında sizin neft kəmərləriniz, enerji kəmərləriniz var. Siz çox mühüm enerji kəmərləri və qovşaqlarının bu və ya digər dərəcədə zərər çəkə biləcəyindən narahatsınızmı? Və faktiki olaraq bəlkə də bu sizin ordunuzu bu müharibəni aparmağa vadar edir. Əslində biz narahatıq. Çünki biz Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını eşitmişik ki, onlar bizim strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal rayonunda ən böyük neft-qaz terminallarından birinə hücum edəcəklər və Ermənistanın bizə hücum etdiyi vaxt, iyul toqquşmaları zamanı Avropanın enerji təhlükəsizliyini təmin etməli olan qaz kəmərinin 15 kilometrliyində baş vermişdi.
Beləliklə, Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi. Beləliklə, hazırda sizin etdikləriniz bu cür təhdidlərə qarşı iqtisadi maraqlarınızı müdafiə etmək üçündür. Xeyr, biz özümüzü müdafiə edirik. Bilirsiniz ki, bizim Bakıdan Aralıq dənizinə neft kəmərimiz 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Bizim Azərbaycandan Türkiyəyə qaz kəmərimiz 2007-ci ildə istismara verilib. Azərbaycanı Avropalı istehlakçılarla birləşdirən böyük kəmərin yəqin ki, bir neçə aya, hətta daha tez açılması planlaşdırılır. Ona görə də kəmər artıq qorunduğu halda niyə biz bu kəməri qorumaq üçün müharibəyə başlamalıyıq? Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır. Siz Prezident Trumpın və onun administrasiyasının münaqişə ilə bağlı söylədiklərindən məmnunsunuzmu? O Türkiyəni tənqid edib. Açığı o hər iki tərəfi tənqid edib. O Amerikadakı çox böyük erməni diasporunu öz tərəfinə çəkmək istəyir. Burada siyasi elementlər də var. Sizcə Amerika öz rolunun öhdəsindən yaxşı gəlir? Düşünürəm ki, Prezident Trumpın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, Amerika Birləşmiş Ştatlarının mövqeyi balanslaşdırılmışdır və bu belə də olmalıdır. Çünki Amerika Birləşmiş Ştatları vasitəçidir. Prezident Trumpın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm, lakin onun fikirləri konstruktiv olub. Amerika Birləşmiş Ştatları tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Bir çox böyük erməni icmasının yalnız Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin eyni zamanda Prezident Trumpın açıq siyasəti burada Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən dəstəklənir. Cənab Prezident, siz siyasəti bilirsiniz və hesab edirəm ki, Amerika siyasətini də bilirsiniz. 10 gündən sonra mühüm prezident seçkisi keçiriləcək. Vaşinqtondakı diplomatiyaya qarşı olan ovqatı müəyyən edərkən, sizcə bəlkə diplomatik uğur ola bilər ideyası Vaşinqtondakı siyasətçilərin ağlındadır və bunu nəzərə alaraq prosesi irəli aparmaq üçün hər hansı motivasiyanı normal qəbul edirsiniz? Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya bizim tərəfimizdən dəstəklənir və düşünürəm ki, bugün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, bizə hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün. Sizcə bu diplomatik cəhd Amerikadakı prezident seçkilərinə dair siyasətlə əlaqəlidir? Mən bilmirəm. Hesab edirəm ki, Amerika seçiciləri səslərini Amerika üçün ən yaxşı nədir? Yanaşmaları və ehtimalları əsasında verəcəklər. Düşünmürəm ki, Qarabağ münaqişəsi Amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin, onların əksəriyyəti hətta bu haqda bilmirlər. Lakin əlbəttə ki, Amerika super gücdür. O, bu münaqişənin həllində çox mühüm sözə sahibdir və bizim mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir və yenə də və daha çox hər iki tərəfi ortaq qərara yaxınlaşdırmağa çalışmalıdır. Növbəti 2 dəqiqədə müsahibəni yekunlaşdıracağımıza görə icazə verin bununla bağlı bir söz deyim. Nəyə görə bu Amerikanı maraqlandırmalıdır? Hesab edirəm ki, siz çox güman ki, haqlısınız. Amerikalıların əksəriyyəti Dağlıq Qarabağı xəritədə tapa bilməzlər. Lakin sizin üzləşdiyiniz strateji məsələlər, siyasi, mədəni, demoqrafik məsələlər var. Əgər indi Amerika insanları ilə danışsaydınız və desəydiniz ki, bağışlayın, bilirəm ki, sizi qarşıda prezident seçkiləri gözləyir, beyzbol üzrə final yarışları gözləyir, lakin siz bu məsələyə də diqqət yetirməlisiniz. Siz onlara nə deyərdiniz və biz nəyə görə bu məsələ ilə maraqlanıb onu nəzərdən keçirməliyik?
Mən deyərdim ki, Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanistanda bir yerdəyik və biz hərbi qulluqçularımızı Əfqanistanda saxlayırıq və bununla sülhməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şaxələndirmək istəklərdi. Həmişə dəstəkləmişdi və Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz önəmli layihələri tamamlaya bilmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə də burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Azərbaycan müstəqilliyini gücləndirərək müstəqillik yolunda öz yolunu davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat, enerji qovşağında yerləşirik. Bizim siyasi önəmimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlar üçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdaşdır. Beləliklə sizin ölkənizdə, regionunuzda sabitlik, siyasi, iqtisadi və sairə nöqteyi nəzərdən 3-5 min mil məsafədə bizim üçün də yaxşı ola bilər. Bəli, Amerika süper gücdür. Məsafənin heç bir fərqi yoxdur. Hesab edirəm ki, müasir, dünyəvi, dost müsəlman ölkəsi bizim dostlarımız üçün də böyük bir aktivdir. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdi və sizə deyə bilərəm ki, bugün bizim ikitərəfli əməkdaşlığımız ola bilsin ki, ən yüksək səviyyədədir və ümid edirik ki, bugün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaq və sonra da torpağımıza sülh gələcək. Bu müsahibənin əvvəlində dediyiniz kimi Amerikada Ermənistanı çox dəstəkləyirlər. Bəli. Oradakı xristiyan dininə, kilsələrə dəstək var. Diaspora görə uzun illər bundan öncə Türkiyənin onlara verdiyi cəzaya görə dəstək var. Siz bilirsiniz ki, Amerikada ermənilərə qarşı yaxşı emosional münasibət var. Bəli, mən bunu bilirəm. Mən əvvəl də demişəm ki, biz bilirik ki, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Emosiyalar, hisslər, xoş məramın digər ifadəsi, bunlar fərqlidir. Bu ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları, Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluqda necə yaşaması maraqlandırmır. Yəqin ki, bu məsələdə onlar sizinlə razılaşmazlar, lakin bu normaldır. İki sual. Gəlin prezident siyasətinə qaydaq. Sabiq vitse-prezident Joe Biden 10 gün müddətində yeni seçilmiş prezident ola bilər. Onunla hər hansı bir təmaslarınız olubmu? Ola bilsin ki, o vitse-prezident olanda. Və sizin fikrinizcə Biden administrasiyası sizin regionunuzdakı münaqişəyə necə münasibət göstərəcək? Bəli, mən vitse-prezident Bidenlə 4 il bundan əvvəl Vaşinqtonda prezident Obama tərəfindən təşkil olunan nüvə sammitində görüşmüşəm. Mənim cənab Bidenlə ikitərəfli görüşüm olub. Mən onun regional məsələlərə dərindən cəlb olunduğunu gördüm. Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə ki, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müzakirə etdik. Sizə deyə bilərəm ki, Obama administrasiyası Dağlıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Biden və onu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdırlar. Beləliklə, mənim onunla görüşümdən çox yaxşı xatirələrim var. Sizcə o sizin mövqeyinizi dəstəkləyəcək, yoxsa o Ermənistanı dəstəkləyəcək? Çox güman ki, o müharibəyə qarşı çıxacaq. Yəqin ki, o atəşkəs üçün, diplomatiya üçün çağırış edəcək. Sizcə bu normal yanaşma olacaq? Hesab edirəm ki, bizim müzakirə etdiklərimizi Amerikada, Fransada və Rusiyada erməni lobbi təşkilatlarını nəzərə alaraq, Azərbaycan üçün ən yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri münaqişə ilə bağlı bitərəf qalacaqlar.
qalsınlar və tərəf tutmasınlar. Əslində onların mandatı da onlardan bunu tələb edir. Onlar tərəf tutsalar vasitəçi ola bilməzlər. Biz Amerika Birləşmiş Ştatlarının xarici siyasət komandasından gələcəkdə də bitərəf olmağı və obyektiv olmağı gözləyirik. Yekun olaraq, cənab prezident, sizin gələcək üçün proqnozunuz nədir? Mən regionunuzu, ölkənizi, Ermənistanı nəzərdə tuturam. Ötən əsrin 80-ci illərin sonunda, 90-cı illərin əvvəlində dəhşətli hadisələr baş vermişdi. 10 minlərlə insan qətlə yetirilmişdi. Bəs indi necə? Əlavə 10 minlərlə insan öldürüləcək, daha çox dağıntılar olacaq. Siz hadisələrin gələcək inkişafını necə görürsünüz? İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu yalnız bizdən asılı deyil, çünki müharibəni bir ölkə aparmır. Bu bir tərəfli proses deyil, lakin mən sizə regionu necə görmək istədiyimi deyə bilərəm. Mən Cənub Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənub Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir. Siz bu münaqişənin sülh yolla nizamlamasını mümkün hesab edirsiniz? Siz Bəli, diplomatik əlbəttə. cavabın tapılmasının mümkün olduğunu hesab edirsiniz? Mən tamamilə əminəm, lakin bu Ermənistan tərəfinin iradəsindən asılı olacaq. İkinci Dünya müharibəsindən sonra nə baş verdi? Almaniya və Amerika Birləşmiş Ştatları bir-birini öldürürdülər. Sovet İttifaqı və Almaniya bir-birini öldürürdülər. 10 milyonlarla insan öldürülmüşdü. Lakin indi baxın, bu artıq yaddaşda deyil. Bu düşmənçiliyə təhrik etmir. Niyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər? Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər. Bəli, elədir ki var. Bu məntiqli baza əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bunu etmək mümkündür. Cənab prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq.